almısan, bax özüm gəlib eləyəcəm, get mama deyir, hardan istəyirsən borclu, nəyin var? Özüm göndərəcəm. Əskərlikdə pul yığırdı. Deyirdim, nə yığırsan ki, Emil? Biz ona göndərmək istəyirdik. Deyirdi, yox, mənim pulum var. Deyirdim, onda sən bizə göndər. Allah mama göndərim, doğrudan deyirsən, varımdır, pul yığmışam. Üstündə getdi, hamısı deyirəm, maman ölsün, heç özünə də qismət olmadı. Nə bilim. Hə, bax, elə uşaq idi, çox dərin düşünən idi, amma deyirdi. O sözü daim işlədirdi ki, amma mənlə fəxr eləyərsən sən. Deyirdim, öz deyib gelirsə, sən də fəxr eləyirsən. Öz deyib gelib onu sana. Deyirdi. Mən də deyirdim, yəqin qarmon çalsın, məşhurza dolaşsan. Deyirdim, bircə görürəm, çox gedib kimisə gəlini gətirərsə, gəlin gətirməyə gedəndə arzulayırdım həmişə. Bir getdi, ona getdi, deyirdi ki, zakaz qarmonum yoxdur. Hamdan da yüksəkdə olsun. Zakaz qarmonu alın, deyirdi ki, sonra atası getdi 1500-ə zakaz qarmonu Bakıdan gətizdirdi, müəllimi gətizdirdi. Dedi ki, bizim mikrofonu da qoydurun, ondan sonra dedi, çıxacam, uşaqlarla gedəcəm, gəlin gətirməyə, nə bilim, şənlik evinə. Heç gedəmədi. Yox, hamısı gözümdə qaldı.